Salam 45+1 izləyiciləri. Bugün daimi qonağımız futbol həvəskarı və Fenerbahçe azarkeşi İlkin Mehrəlioğludur və mən 45+1 layihəsinin rəhbəri, eyni zamanda aparıcısı Eyvazı Rəhmandır. Xoş gəlmisən İlkin. Xoş gördük. Bugün Beşiktaş Fenerbahçe haqqında, derbi haqqında danışacağıq. Bu həftə sonu derbi günüdür. Nə demək istəyirsən İlkin? Böyük derbidir. İki komanda özünü göstərmək günüdür. Sergen Yalçın və Tedesco'nun ikisi yeni baş məşqçidir. İkisi özünü göstərməlidir. Oyunçular özünü göstərməlidir. Beşiktaş keçən oyun xatirdir. Bu oyun özünü göstərməlidir. Fener də ki, məğlub olmamağa çıxmalı. Çünki Qalatasaraydan uzaqlaşmamalıdır xalqlar. Düz deyirsən İlkin. Kasımpaşa ilə 1-1 bərabərə qaldı. Kasımpaşanın stadionundan. Bütün azarkeşlər də, bütün ictimaiyyət də bilir ki, futbolçuları və eyni zamanda Sergen Yalçını tribunaya çağırdılar. Azarkeşlər, nalayiq ifadələr və s. istəklər, azarkeşlərin istəkləri, xüsusən də Fenerbahçe derbisində xüsusi istəkləri oldu. Bu bəlkə də Sergen Yalçının, bəlkə də futbolçuların bəzilərinin son maçı belə ola bilər, yəni. Amma özünü göstərməli. Fenerbahçe ilk 11-ləri, təxmini ilk 11-ləri gəldin zəhmət olmasa. İlk 11-ləri qapıda çox güman Ederson olacaq. Ederson olmalıdır. Çünki derbidir. Arxa dörtlü müdafiə. Brown, bilmirik, Çağlarla başlayar, Mertlə başlayar. Skriniar, Səmədov öz yerində. Onların önündə Alvarez özünü göstərmir, yəni yüksəlişə doğrudur. Onun önündə İsmail və Asensio. Sol cinahda Aktürkoğlu, sağda Nene, hücumda En-Nesyri. Belə başlaya bilər. İlk 11-lik çox güman belə olacaq. Xüsusən hansı futbolçunun önə çıxacağını gözləyirsən sən təxmini? Bu oyunda, bu derbi günündə, yəni derbi maçında, yəni. Mən özüm daha çox bəlkə Taliscan birinci buraxsa Taliscan. O özünü göstərmək istəyir, çünki Beşiktaşda oynayıb deyə. Talisca da amma son maçlarda yaxşı oynayır. Qollar zətlər də vurur gözəl. En-Nesyri də düzəldi, En-Nesyri də yəni amma En-Nesyri bir şey deyil, yəni. Bir Osimhen kimi bir futbolçu deyil, yəni. En-Nesyri ancaq top gözləyir ki. Əsas derbi maçlarıdır. Böyük klublara qarşı necə oynayacaq? Aktürkoğlu özünü göstərəcəyi çox inanıram. İsmail Yüksək də bu günləri məncə yüksəkdir. Bu maça da tempolu, yəni Kərəmlə aralarında uyum var. Yəni digər oyunçularla uyum var, amma Kərəmlə bir başqadır. Yəni orta cinahda, yəni özünü göstərir, daha çox başlayır. Yüksəlişdir. Asensio'dur, İsmail'dir, Nene'dir. Nene biraz toplar itirir, özündə çox saxlayır topu. Nene amma xoşum gəlir. Yəni ən azından özgüvənlidir, yəni. Özgüvənlidir çünki Avropadan gəlib ona görə, ancaq ki top itirməyi var, bir də Brown. Brown topla çox oynayır və sürətlidir. İtirmələr var, itirmələrdə biraz səhvlər. Alvarez də ki yüksəlişdədir. Keçən oyunda özünü göstərdi yaxşı yanına. İlk gəldiyi gündən daha yaxşı performansdadır. İlk gəldiyi gün onsuz da bilinirdi ki oyuna uyum yox idi, amma indi digər oyunçularla uyum yarandı. Asensio bəs? Asensio da yaxşıdır. Ortada İsmail. Adaptasiya sadəcə dövr var, bəlkə də. Biraz nəsə çatışmamazlıq var. Necə çatışmamazlıq var? Sürətə görə. Top oynamaq, çünki o da Avropadan gəlib. Yəni o da oynayan adlı sanlı klublarda oynayıb. Sadəcə hal-hazırda isə Türk futbolu tam başqa deyil. Yəni Avropadan fərqlidir. Dedim, Avropada sürətli futboldur. Türkiyədə isə o sürətli futboldan bir başqa cürdür. Asensio'nun da sürəti bilmirəm, o qədər bəlkə azarkeşlər yaxşı bilər. Zəifdir. Zəifdir. Top itirmələri də var. Ötürmələr yaxşıdır, ötürür, amma qazanmaq, topun qazanmağa gedmir üstünə. Nene gedir. Topu itirsə belə, məsələn, topu çox ayağında saxlayır, aldatmalar falan, şov göstərmələr falan. Amma uzaqdan zərbə vurmaq, yəni o yaxşı şeydir, uzaqdan zərbə, amma ki yersiz yerdə vermək yoxdur. Məsələn, yanında oyunçu boşdursa verməlisən. Aktürkoğlu'nda da, amma belə deyim ki, Aktürkoğlu uzaqdan zərbələr yoxlayır Nene'dən fərqli. Yəni, amma ötürməsi boşdursa yanındakı oyuncu, ötürməsini verir, assetlidir. En-Nesyri amma ki, En-Nesyri necə deyim, topu gözləyir, keçmək yoxdur. Ancaq topu gözləsin ki, top gəlsin, vurun. Yəni əgər En-Nesyri belə deyək, arxa qabaq oynasa dayanır. Yəni o inanmıram 90 dəqiqə. Görək də Beşiktaşın oyununda mən əsas Taliscan oyunda görmək istəyirəm. Beşiktaşa necə oynayacaq, azarkeşlərin reaksiyası əsas
Beşiktaş Azərbaycan reaksiyasını görmək istəyirəm. Beşiktaşın ilk 11 təxminlərini deyim sənə ilkin. Qapıda məncə Ersin Diyancı. Son maçlarda Mert Günok ciddi səhvləri oldu qollarda. Ona görə 2-3 maçdır Ersin dayanır. Böyük ehtimalla yenə Ersin qapıda olacaq. Solda Rıdvan Yılmaz olacaq. Emirhan Topçu yanında. Ortada yəni Emirhan Topçu ilə Cəl olacaq. Sağda isə Gökhan Sazdağ olacaq. Önlərində ortada Orkun Kökçü ilə Endidir. Öndə sağda Cengiz Ündər. Solda Ture. Ortada isə məncə Çeyni olacaq. Amma Rafa olmalıdır normalda. Amma Rafa ilə bilirsən də bir Sərgən Yalçının biraz söz-söhbəti düşüb yəqin ki. Ona görə Çeyni olacaq böyük ehtimalla. Öndə isə forvet olaraq Abraham olacaq. Temin Abraham. Taktika 4-2-3-1 taktikasıdır. Fenerbahçe ilə Beşiktaşın maçında orta saha məncə kim qalib gəldisə orta sahada maçı da qalib o tamamlayacaq. Çünki orta sahalar önəmlidir də, orta mərkəzlər. Ortada Cengizi görürəm. Cengiz özünü Fənərə qarşı göstərəcək. Amma qapıda məncə Mərti görə bilərəm. Niyə? Mərtin derbi şeyi var deyə. Derbi təcrübəsi əlbəttə ki. Təcrübəyə görə əsas Sərgən də təcrübəyə baxacaq. Baxacaq. Sərgən də təcrübə baxacaq, amma bəlkə dincəlməyə qoyub Kasımpaşanın oyunu bəlkə rahatlıqla çıxmışdı ki, bəlkə Kasımpaşanın rahatlığı. Burada yəni Rafa Çenni məsələn, Çenni götürək də. Çenninin top rəftarı hələ bir top yapışmır. Sən necə? Topu ayağında elə bir tuta bilmir. Top gəlir, sol ayaqlıdır da yəni. Gəlir yapışır, top yapışanda anında elə səhv hərəkətlə hələ bir geridə qalır. Masuakanın top kayıpları var deyə. Məsələn gedirdi, top arxasında qalırdı. Bu Çenni də elə bir gəmin şeydir. Gedir, top arxasında qalır. Yəni ki o çatdıra bilmir. Ayağında top tuta bilmir yəni. Rafa çox sürətli oyunçudur. Böyük bir risk olar ki, Sərgən Yalçın üçün əgər Rafanı buraxmasa. Çünki bu təsəvvür elə ki, Çenni buraxır ilk 11-də. Amma Çenni yüzündən məsələn ya qol qaçırır, ya da ki qol buraxır. Hər şey kənara atıb, yəni ilk 11-lər çox güman oyuna 1 saat falan qala bilməyəcək. İlk 11-lər oyunlar. Amma mən gözləyirəm ki, içimdən yəni ki, könlümün o keçidə Rafa olmalıdır. Məncə də məntiqlə o olmalıdır, amma məncə Çenni olacaq. Görək də Sərgən Hoca nə düşünür, amma Rafanı buraxar. Rafana qapıda normalda elə olmalıdır. Rafanı buraxmalıdır. Özdə Beşiktaşın seyircisi Azərbaycan yoxsa oynamırdı. Bəlkə Kasımpaşanın oyunda bəlkə də düşünüb ki, ehtiyatda saxlayıb ki, növbəti derbiyə görə istirahət verə bilərmi? Ondan əvvəlki oyunlar ümid eləyək ki, elədi, yoxsa elə olmasa. olmasa Məsələn şeylədi. İkinci hissədə məsələn bəzi oyuncularını çıxartdı. Amma Astarvendi məsələn cəzalı, sarı kart cəzalı, onu saxladı məsələn. Bəzi oyunculara istirahət vermişdi ki, derbiyə hazırdır. Məsələn Abrahamı götürək. Abraham məsələn penaltı qola çevirə bilmədi. Xasicanda əks hücumla Kasımpaşa qol vurdu. Yəni bu Abrahamdakı yəni ki başa düşə bilmirəm ki, bu Abrahamı ümumiyyətlə bu transferlərə burada məsələn deyə bilərik ki, Cengiz məsələn ön plana çıxa bilər bu maçda. Yəni başqa bir deyəcək bir oyunçu yoxdur. Yəni bir Elbilar Turedir, önə çıxa bilər. Çox çətin olacaq. Beşiktaşın çox çətin olacaq. Çünki Beşiktaşın öz stadionunda, öz Tüpraş stadionu, öz azarkeşləri önündə, özdəki keçən Kasımpaşa maç sonunda Sərgən Yalçın azarkeşlərin önünə gedib söz vermişdi ki, mən Fenerbahçe maçında qalib gələcək. Qalibiyyət gözləmirəm də. 1-1, yəni 2-2. İki takım da qol vuracaq. İki takım da qol vuracaq. Ya 1-1, ya 2-2. Ya 1-1, ya 2-2. Əlbəttə ki, qələbə gözləmirəm də nəsə. Çünki çox riskli. Minimal hesabla bəlkə də ya Beşiktaş ya da Fenerbahçe qalib gələcək. Məncə qələbə olsa ya 1-0 ya 0-1 olacaq. Amma heç isə olsa 2-1-1, 2-2. Yəni birinci hissə məncə olsa belə Fənərin qolu olar. İkinci hissə Fənər. Məncə də yəni ya 1-1 ya 2-1. Fənər birinci qolu birinci hissədə vursa, ikinci hissədə Beşiktaş 1-1 qalacaq hələ. Hələ olacaq. Amma ki Beşiktaş vursa, yəni Beşiktaş vursa otura bilər müdafiəyə. Əks hücumlarla. Əks hücumlarla, yəni hesab 2 falan hələ gedə bilər. Əks hücumlara oturacaq Beşiktaş. Fənərin bir xalla qayıdacağını düşünürəm də. İstəyirəm 3 xalla qayıtsın, amma ki çox
ağır gəldi yəni. Çox ağırdır mənim. Həm Beşiktaş üçün çox ağırdır. Hələ bir sancılı bir dövr var. Fenerbahçenin bəxtinə də ki, o dövr düşdü. Çünki normalda bəlkə də Kasımpaşanın qalib gəlsəydi Kasımpaşaya Beşiktaş. Rahat məsələn bəlkə deyə bilərdik ki, Fenerbahçe buradan rahatlıqla qələbə qazanıb çıxa bilər. Amma burada məsələn ölüm-qalım mübarizəsi olacaq. Oyunçular üçün də, Sərgən Yalçın üçün də, Beşiktaş üçün də. Amma Fener də bu yandan Tedesco da yeni gəlib deyə. Hələ Fenerbahçe də hələ. O da özünü göstərməli. İki hoca ikisi də özünü göstərməli. Çünki Tedesco'nun ilk derbisidir məncə. Birinci derbi. İlk derbisidir, bəli. Birinci derbisidir. Birinci derbidə özünü məğlubiyyətlə başlamaq, yəni Tedesco üçün yaxşı olmaz. Heç olmasa Xalla qayıtmalıdır. Xalla qayıtmalıdır ki, bizdən əvvəl Qalatasaray Trabzon derbisi var. Ona da baxılacaq. Yəni Qalatasaray xalqı belə Qalatasaray oradan qələbə qazansaq, Fener buradan ancaq qələbəyə getməlidir. Çünki başqa yolu yoxdur, xal fərqi qalxmasın deyə. Hər ehtimalı yəni qələbəyə getməlidir Fenerbahçe. Hər ehtimal, yəni hər ehtimal var. 3 ehtimalla belə qələbə qazanmalıdır Fenerbahçe. Beşiktaş da ki ölümünü oynamalıdır. Başqa yəni çarəsi yoxdur. Yəni həm Sərgən Yalçın, həm yəni puan durumunda Beşiktaş heç olmasa gəlib özün qış pəncərəsinə kimi, yəni istirahətinə kimi heç olmasa ilk 4-lüyə salmağa çalışacaq Sərgən Hoca. Fener də ki Qalatasaray fərqini azaltmayıb, bəlkə birinciliyə oynamaq istəyəcək. Transfer pəncərəsinin açılmağına kimi. Əlbəttə ki. Yəni hər bir klub, yəni 4-lü böyük klublar qış pəncərəsinə kimi ilk 4-lükdə olmaq istəyir ki, sonrakı mərhələdə xalla edib keçmək növbətinə. Ümid eləyək ki, ədalətli oyun olar. İnşallah. Əsas da hakim qərəzliyi, səhvləri olmasın. Haqlı olan, yəni ki, haqq edən, yəni belə deyiləndə türkçədə haqq edən qalib qazansın da, yəni elə deyək. Uğurlar arzulayırıq hər iki kluba. Bu günlük bu qədər. Növbəti analizlərdə, verilişlərdə inşallah görüşərik. Çox sağ ol İlkin. Yenə qonaq oldun, öz analizlərinə çıxış elədin. Mənim xoşdur. Həmişə belə xoş günlərdə görüşürük. Bizi YouTube kanalımızda, Instagramda və TikTok sosial şəbəkəsində izləməyi unutmayın. Sağ olun, salamat qalın.